Salam dəyərli tamaşaçılar. Çox bir maraqlı bir məlumatı oxudum mən. İndi həmin o məlumatı mən sizə də təqdim edəcəm. Həm gülməlidir, həm də ki, düşündükcə insan məyus olur. Yəni bu qədərmi vətəndaşı avam yerinə qoymaq olar? Yəni bu qədərmi savadsızlıq ola bilərmi ki, belə bir şey, belə bir hal baş versin? Deməli, söhbət Azərqazdan gedir. Azərqaz 10 il əvvəl vəfat edən abonentin adına cərimə yazıb. Deməli, Azərqaz İstehsalat Birliyi vətəndaşa nə az nə çox 3444 manat cərimə ilə bağlı akt tərtib edib. Bu barədə təbii ki, Lentaz, Oxu.az-a istinadən bu məlumatı paylaşıb və mən də sizin nəzərinizə həmin bu məlumatı çatdırıram. Məsələ ilə bağlı iddiaçı borcun silinməsi üçün məhkəməyə müraciət edir. İddiaçı iddiasını onunla əsaslandırır ki, İstehsalat Birliyi tərəfindən hesablanan borc 2016-cı ildə vəfat edən atasının adınadır. Vətəndaş ona görə də hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə iddia təmin edilib və vətəndaşın üzərinə qoyulan 3444 manat borc silinib. Mən elə fürsətdən istifadə edib Xətai rayon məhkəməsinə dərin təşəkkür və minnətdarlığımı bildirirəm ki, vətəndaşın hüquqlarını tam təmin edib. Və əlavə bir məlumata görə Azərqazın tərtib etdiyi akt təbii qazdan, sayğazdan kənar istifadə olunması ilə bağlı olub. Bunu Azərqaz bildirir. Yəni baxanda görəndə ki, vətəndaş məhkəmədə qalib gəlib, məhkəmə haqlı olaraq vətəndaşın borcunu silib və Azərqaz yeni bir bəhanə gətirib ki, güya vətəndaş qazdan, deməli, sayğazdan kənar qazın istifadəsinə yol verib. Nə qədər? Qurum bildirib ki, abonent ümumilikdə 12528 kub qaz sərf edib. Çox maraqlıdır. 12528 kub az deyil. Yəni indiyə qədər bu müddət ərzində bu məsələ niyə araşdırılmayıb? Çox maraqlıdır. Və daha maraqlısı,